Cuhudlar yaşadıkları cəmiyyətlərdə digər xalqlara qarşı törətdikləri çirkin əməllərə görə tarixin müxtəlif dövrlərində təqib və qovulmalara məruz qalıblar. Tarixdə bunun çoxsaylı nümunələri mövcuddur. Yaxın günlərdə Cuhudların Bakıya gəlişini nəzərə alaraq onların dünya xalqları tərəfindən qovulma səbəbləri barədə olan faktların bir neçəsini qeyd etməklə xalqımızı yaxınlaşan təhlükə barədə məlumatlandırmaq istəyirik. İngiltərə 1290-cı il. Orta əsrlərdə İngiltərədə cuhud icmaları ticarət və sələm sahələrində fəal idilər. Cuhudlar sələm vasitəsilə insanları borclanmağa vadar edir və xalqın gəlirlərini ələ keçirirdilər. Beləliklə, borcları daha çox artan xalq öz dolanışığını təmin etməkdə çətinlik çəkir və qazancını cuhudlara verməyə məcbur olurdu. Lakin 13-cü əsrdə cuhudların iyrənc siyasəti yerli ingilislərlə münasibətlərin gərginləşməsinə səbəb oldu. Xalq arasında həm dini, həm də iqtisadi narazılıq artdı. Beləliklə, 1275-ci ildə 1-ci Edvard yəhudilər haqqında qanun qəbul etdi və onların həyata keçirdiyi sələm siyasətini məhdudlaşdırdı. Ardınca cuhudlara bədc, yəni xüsusi nişan taxmaq məcburiyyəti qoyuldu ki, küçədə gəzərkən digər insanlar onları tanıya bilsinlər. Bu qanun cuhudlar üçün sözün əsl mənasında biabırçılıq idi. Bir anlıq təsəvvür edin ki, evdən çıxarkən yaxanıza xüsusi nişan taxırsınız və küçədən hər kəs sizi barmaqla göstərir. Beləcə, hər kəs cuhudları taxdığı nişandan tanıyır və özünü onların hilələrindən qoruya bilirdi. Bundan başqa, cuhudlara daşınmaz əmlak satmaq və sələm vermək kimi işlərlə məşğul olmaq qadağan edildi. Beləliklə, qəbul edilən qərar nəticəsində ingilislər öz mal və mülklərini cuhudlardan qorumağa başladılar. 18 iyul 1290-cı ildə 1-ci Edvard bütün cuhudların 1 noyabra qədər İngiltərəni tərk etməsi barədə fərman verdi. Təxminən 3000 cuhud ölkədən qovuldu. Cuhudların qovulma şərtləri isə belə idi. 1. Cuhudların borclandırdığı ingilislərin ödənişləri kralın ixtiyarına keçdi. 2. Cuhudlara məxsus evlər, sinaqoqlar və digər daşınmaz əmlak dövlət mülkiyyətinə çevrildi. 3. Onlara yalnız özləri ilə daşıya bildikləri əşyaları götürməyə icazə verildi. 4. İngiltərədə cuhud icmasının rəsmi qayıdışı 1656-cı ilə qədər qadağan edildi. Bu hadisə sonradan digər Avropa ölkələri üçün nümunə oldu və cuhudların qovulması dövlət siyasətinə çevrildi. İspaniya 1492-ci il Alhambra fərmanı. 31 mart 1492-ci ildə 1-ci İzabella və 2-ci Ferdinand tərəfindən imzalanan fərmana əsasən İber yarımadasındakı bütün cuhudlar 31 iyula qədər ölkəni tərk etməli idilər. Sənəddə qeyd edilirdi ki, cuhudlar gedib bir daha qayıtmamaq şərti ilə ölkədən çıxmalıdırlar. Onlara əmlaklarını satmaq üçün icazə verildi. Lakin qızıl, gümüş və pul kimi maddi vasitələri aparmaq qadağan idi. Beləcə, cuhud icmaları İspaniyanı tərk edərək Osmanlı İmperiyası, Şimali Afrika, İtaliya və Fransa kimi bölgələrə sığındılar. Bu hadisə cuhudların böyük diasporasının başlanğıcı oldu. Fransa 1306-1394-cü illər. 12-ci 13-cü əsrlərdə Fransada cuhudlar ənənəvi olaraq ticarət, bankçılıq və maliyyə sahələrində çalışırdılar. Əslində isə onlar müxtəlif adlar altında sələmçilik fəaliyyəti göstərirdilər. Cuhudlar tez bir zamanda feodallar və kralları onlardan borc almağa vadar etdilər. Lakin borclandırma siyasəti və xalq arasında yaratdıkları narazılıq nəticəsində cuhudların sələm fəaliyyətinə qarşı nifrət artmağa başladı. 1306-cı ildə Kral 4-cü Filip cuhudları ölkədən qovdu. Belə ki, onların əmlaklarını müsadirə etdi, borc sənədlərini yandırdı və təxminən 100 min nəfəri ölkədən çıxartdı. 1394-cü ildə Kral Charles bu siyasəti yenidən tətbiq etdi və yəhudilərin Fransaya 200 ilə yaxın qayıtmasına icazə verilmədi. Qara ölüm dövründə cuhudların qovulması. 1347-1351-ci illərdə Avropada yayılan qara ölüm, yəni taun xəstəliyi milyonlarla insanın ölümünə səbəb oldu. Avropa xalqları cuhudları quyuları zəhərləyərək xəstəliyi yaymaqda ittiham etdilər. 1348-1349-cu illərdə Fransa, Almaniya, İsveçrə və İspaniyanın əksər şəhərlərində yəhudilərə qarşı kütləvi hücumlar baş verdi. Cuhudların sələm siyasəti bu nifrəti daha da dərinləşdirdi. Digər ölkələrdə də cuhudlara qarşı peşə məhdudiyyəti, nişan taxmaq və yaşayış qadağaları geniş yayıldı. Beləliklə cuhudlar bir çox Avropa ölkələrində yalnız xüsusi nişan taxmaqla küçələrə çıxa bilirdilər. Polşa, Yəhudilərin qızıl dövrü 14-17-ci əsrlər. Avropada təqiblər artarkən Polşa kralı Kazimir Böyük cuhudları ölkəsinə dəvət etdi və onlara ticarət və elm sahəsində azadlıq verdi. Minlərlə cuhud Polşaya köçdü və burada öz məktəb və məhkəmələrini yaratdı. 17-ci əsrə qədər Polşa cuhudlar üçün Avropada ən təhlükəsiz və rifahlı ölkə sayılırdı. O dövrdə belə bir deyim vardı: Cənnət İtaliyadadır, cəhənnəm Almaniyada, amma Yəhudi üçün yer Polşadadır.
Ukrayna Xmelnitski üsyanı 1648-1657-ci illər. Bu dövrdə Ukrayna torpaqları Polşanın nəzarətində idi. Kəndlilər və Kazaklar Cuhudların tətbiq etdiyi ağır vergilərdən və zadəganların zülmündən bezmişdilər. 1648-ci ildə Kazak lider Bohdan Xmelnitski üsyan qaldırdı. Nəticədə minlərlə Cuhud qətlə yetirildi, yüzlərlə kənd yandırıldı. Tarixçilərə görə 100 mindən çox Cuhud öldürüldü və ya köç etməyə məcbur qaldı. Rusiya imperiyasında Cuhudların vəziyyəti 1791-1917-ci illər. 1790-cı illərdə Rusiya Polşanın böyük hissəsini ələ keçirdi və milyonlarla Cuhud bir anda Rusiya vətəndaşına çevrildi. Çar hökuməti onları nəzarət altında saxlamaq üçün indiki Ukrayna, Belorusiya, Litva və Polşanın bəzi hissələrinə xüsusi bölgə yaratdı.